Osmanlı hökmdarları 1-ci Səlim və Süleymanın fəaliyyətində ortaq cəhətdir. 1-ci Səlim hakimiyyətdə olub 1512-1520-ci illərdə, Süleyman da ondan sonra hakimiyyətə gəlibdi. 1520-1566-cı illərdə hakimiyyətdə olubdu. Baxaq, Misir Məmlük Sultanlığı üzərinə yürüş edilməsi Səlimə aiddir. Son qayanda odur, Süleymana ortaq ola bilməz. Fransız tacirlərinə imtiyazların verilməsi 1535-ci il Süleymana aiddir. Səlimdə belə bir xüsusiyyət yoxdur. Səfəvi dövləti ilə mübarizə aparılması hər ikisi uzun müddətli və ağır döyüşlər aparıbdır. Bu oxşar cəhət olacaq. Ağqoyunlu dövləti ilə sülh müqaviləsinin imzalanması bu hökmdarlardan heç biri Ağqoyunlu dövlətini görməyibdir. Bu Osmanlıda daha çox Mehmet üçün xarakterik bir xüsusiyyətdir. Qarşısına yazırıq Mehmet. Dövlətin paytaxtının Yeni şəhərə köçürülməsi Səlim və Süleyman dövründə paytaxt İstanbul şəhəridir. Yeni şəhərə köçürməyib. Köçürənlər Orxan var idi, Murad var idi, Ədirnəyə köçürmüşdü, Mehmet İstanbula köçürmüşdü. Ona görə də bu sualda düzgün cavabımız Səfəvi dövləti ilə mübarizə aparılması.